Əgər burada savadsız müəllimlər varsa, günahda başda oturanlardır. Əvvəlcə özləri öz savadlarını yoxlasınlar, başdan savadsızları təmizləyə gəlsinlər, düşsünlər. Bu qurama oyunların kökündə büdcədən pul verməmək, hələ nə qədər də ixtisara salacaqlar. Məqsəd budur. Və dediyim kimi, kimlər çıxmalıdır, onlar əvvəlcədən bilirdilər, siyahıda qoyulubdur. Əsərimi ifa eləmişəm, təhlil eləmişəm, qamma saxlayıblar, hamısında yarımçıq. 2 suala cavab, 3 suala cavab verməməklə sən məni necə yararsız yazıb imtahandan çıxarda bilərsən? Bura yığılmamızın səbəbi prezidentimizə səsimizi çatdırmaqdır. Xahiş edirəm, bu ədalətsizlikdir, qanunsuz imtahan olub, attestasiya olunub. Yəni ki, 15-20 dəqiqə ərzində müəllimənin, bir müəllimənin fəaliyyətinə son qoymaq olmaz. Gəlib attestasiyadan 1-2 səhv suala görə bizə yararsızsınız işinizə kimi belə bir maddə ilə biz işdən çıxarılırıq. Halbuki rəhbərliyin öhdəsinə qoyulub ki, müəlliməni müdafiə edə bilər, amma rəhbər, bizim direktor deyir ki, mən heç cürə sizə dəstək ola bilmərəm.